şagirdlər və abituriyentlər. Sizə Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi coğrafi terminlər və anlayışların izahlı lüğətini təqdim edirik. Lüğətdə coğrafiya fənninin proqramı, dərslik və dərs vəsaitlərində öz əksini tapmış bütün terminlər qruplaşdırılıb, onların yığcam izahı verilib. Materialların əlifba sırası ilə təqdim olunması onlardan istifadəni asanlaşdırır. Belə ki, şagird və ya abituriyentlər dərs prosesində, yaxud ondan kənarda rastlaşdığı hər hansı coğrafi prosesi, hadisəni öyrənərkən bu lüğətdən asanlıqla yararlana bilərlər. Lüğət yuxarı sinif şagirdləri, müəllimlər, abituriyentlər üçün vəsait kimi nəzərdə tutulub. Nəşri kitab mağazalarından almaq, abituriyent az saytından və Volt tətbiqindən sifariş etmək mümkündür.